Salam dəyərli abituriyentlər. Bu dəfəki izahımız ismin mənsubiyyətə görə dəyişməsi mövzusuna aid olacaq. 1. Hansı sözdə ikinci şəxsin cəminə aid mənsubiyyət şəkilçisi işlənmişdir? İkinci şəxsin cəminə aid mənsubiyyət şəkilçisi ınız şəkilçisidir. Bu da B bəndindədir. Doğru cavabımız B. Sizin kitabınız. 2. Mənsubiyyət şəkilçili isim olan birləşmələri müəyyən edin. A bəndində əxlaqi dəyərlər, əxlaqi sözündə i, leksik şəkilçisidir, sifət düzəldir. B. Evi tikmək nəyi? Burada evi sözündə i təsir yal şəkilçisidir, B olmaz. Sürməyi şal, sürməyi sözündə i sifət düzəldən leksik şəkilçisidir, C olmaz. D. Tarixi bilmək, nəyi bilmək? Tarixi sözündə i təsir yal şəkilçisidir, D də olmaz. E. İnsan taleyi, onun taleyi, taleyi sözündəki i mənsubluq bildirir. Xalq mənafeyi, onun mənafeyi, mənafeyi sözündəki i mənsubluq bildirir. Doğru cavab E. 3. Birinci şəxsin cəminin mənsubiyyət şəkilçisini qəbul etmiş sözü müəyyən edin. Imız, imız, umuz, ümüz şəkilçisi birinci şəxsin cəminin mənsubiyyət şəkilçisidir. D bəndinə baxsaq, bizim məktəbimiz. Doğru cavab D bəndi. 4. Hansı bənddə mənsubiyyət şəkilçili iki söz işlənib? A bəndinə baxaq. Kəhər at onunkudur. Burada bir sözdə şəkilçisi var. A-nı çıxırıq. B bəndi iki sözdə şəkilçisi var. Baxaq bu şəkilçilər nə şəkilçilərdir? Bizim sözündəki şəkilçi yəlik hal şəkilçilidir. Demək, B bəndini də götürə bilmərik. İki söz istəyir bizdən. C bəndi azadlığın öz əlindədir. Sənin azadlığın burada mənsubiyyət öz əlindədir, sənin əlindədir. Burada da mənsubiyyət. Azadlığın sözündə, əlindədir sözündə mənsubiyyət var. İki sözdə işləndiyinə görə C bəndi doğru bənddir. D bəndində bir sözdə şəkilçisi var, D-ni də çıxırıq. E bəndində bir sözdə şəkilçisi var, o da mənsubiyyət şəkilçisi deyil. E bəndini də çıxırıq. 5. Mənsubiyyət şəkilçili sözlər hansı bənddədir? A bəndi sancı hiss etmək, sancı sözündəki I leksik şəkilçisidir. A-nı çıxırıq. B bəndində həyati əsər, həyati sözündəki I leksik şəkilçisidir. B bəndini çıxırıq. C bəndi armudu stəkan, armudu sözündə U leksik şəkilçisidir. C bəndini çıxırıq. D. Həyatı öyrənmək nəyi? Həyatı sözündəki I təsir yal şəkilçisidir. D bəndini çıxırıq. E bəndi onun zehni, zehni sözü mənsubluq bildirir. İ şəkilçisi vasitəsilə. Üçüncü şəxsin təkinin mənsubiyyəti. Şairin həyatı, həyatı sözü mənsubluq bildirir. Üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə işlənib. Doğru cavab E. 6. I hansı cümlədə mənsubiyyət şəkilçisidir? A. Evi dağılmış, ocağı söndürülmüşdür. Onun evi, onun ocağı. Demək, sahib şəxs artıra bilirik şəxs əvəzi ilə və görürük ki, evi və ocağı sözündəki şəkilçilər mənsubluq bildirir. Doğru cavab A bəndi. 7. Mənsubiyyət şəkilçisi qəbul edərkən isimlərdən biri ümumi qaydadan kənara çıxır. Ümumi qaydadan kənara çıxan sahiblə bitən sözlər var idi. Mənbə, mənşə, mənafe, mövqe, tale, alınma sözlər, su, nə sözlər var, milli sözlər. Bunların bu saydığım sözlərdən burada B bəndində mənşə sözü var. Digərlərindən fərqlənəcək. Nə ilə fərqlənəcək? Burada y-dan istifadə olunur. Mənşəyi olur. Digərlərində isə saiti düşmüş, birinci, ikinci şəxsdə, üçüncü şəxsdə s bitişdiricisindən istifadə olunur. Məsələn, əlaqəm, əlaqən, əlaqəsi. Amma mənşəm, mənşən, mənşəyi formasında B bəndində olacaq. Digərlərində də ümumi qayda var. Saitlə bitənlərdə birinci, ikinci şəxsdə sait düşür şəkilçilərdə və üçüncü şəxsdə s bitişdiricisindən istifadə olunur. Larlər varsa ümumiyyətlə s-dan istifadə olunmur. Məsələn, külçələri formasında olur. 8. Mənsubiyyət şəkilçisi qəbul edərkən isimlərdən biri ümumi qaydadan kənara çıxır. Yenə sayırıq. Mənbə, mənşə, mənafe, mövqe, tale, su, nə sözləri. Bu saydığımız sözlərdən burada C bəndində mövqe sözü var. Doğru cavab mövqedir. Y-dan istifadə
olunur. Mövqeyim, mövqeyin, mövqeyi, mövqeyimiz, mövqeyiniz, mövqeyləri. Doğru cavab C. 9. Hansı cümlələrdə mənsubiyyət şəkilsili isim işlənmişdir? 1. Xınalıq kəndinin cəmaatı, cəmaatı sözündə ı var, onun cəmaatı, burada mənsubluq bildirir cəmaatı sözündə, biri götürürük. 2. Artıq kəndə yeni yol çəkilirdi, burada mənsubiyyət şəkilsili söz yoxdur, ikini çıxırıq. Yolun çəkilişi, burada çəkilişi sözündə i var, mənsubluq bildirir, yola mənsubdur, çəkilişi sözü. 3'ü götürürük. 4'e baxırıq. Doğma yurdumuza sevgi verək. Yurdumuz, bizim yurdumuz. Yurdumuz sözündə mənsubiyyət şəkilçisi var, birinci şəxsin cəmini. Doğru cavabımız 1, 3, 4 A bəndi. 5'i niyə götürmədik? Baxaq. Gəncləri sözündə mənsubiyyət var, kəndin gəncləri. Gənc sözü sifət olduğuna görə 5'i götürmədik. 10. Cümlələrin birində i şəkilçisi mənsubiyyət şəkilçisidir və ismə artırılıb. Səni çoxdan gözləyirdim. Səni sözündəki şəkilçi təsiriyyal şəkilçisidir kimi, həm də sən şəxs əvəzidir. B bəndi. Pisi pis, əyrini əyri, düzü həm var yazın. Pisi, əyrini, düzü bu sözlər sifətdir, həm də təsirli haldadır. C bəndi. Düşüncələri alt üst olmuşdu. Onun düşüncələri və yaxud onların düşüncələri. Buradakı i mənsubiyyət şəkilçisidir və ismə artırılıb. C bəndi doğru cavabımızdır. Digərlərinə baxsaq, D bəndində yoxdur. Mənsubiyyət şəkilçili söz. E bəndində daxili təmizlik və vicdani saflıq insan üçün böyük məziyyətdir. Daxili və vicdani sözlərindəki şəkilçilər leksik şəkilçilərdir. Doğru cavabımız C bəndi. 11. Altından xətt çəkilmiş sözlərin yalnız birində I mənsubiyyət şəkilçisidir və ismə artırılıb. A bəndində evi sözü var. Cümlə belədir. Heç kəs bilmədi ki, evi nədən yanıb. Onun evi nədən yanıb. Nəyi sualına cavab verməyəcək. Nə sualına cavab verəcək. Buradakı i mənsubiyyət şəkilçisidir. A bəndi doğru cavabımızdır. B bəndinə baxaq. Yalanı kəsəcək. Nəyi? Təsiri hal. C bəndi şərti şunda kəsək. Nəyi? Təsiri haldır. D bəndi sözlərdən biri. Burada mənsubiyyətdir biri sözündə. Amma bir isim deyil. Bizdən tələb edir ki, ismə artırılsın. Saydı, ona görə D-ni də götürə bilmərik. E bəndi cavabı tez göndərmək lazımdır. Nəyi göndərmək lazımdır? Burada təsiri haldadır, isim olsa da. Doğru cavabımız A. 12. Hansı cümlələrdə həm mənsubiyyət, həm də təsiri hal şəkilçisi var? Birinci cümlə. Nuriye'nin bacısı oxumağı çox sevir. Demək, bizdən hansı cümlədə mənsubiyyət və təsiri hal şəkilçisi var soruşur. Yəni, ismə artırılıb, digər hansısa nitq hissəsinə artırılıb soruşmur. Birinci cümləyə baxaq. Nuriye'nin bacısı sözündə mənsubiyyət şəkilçisi var və oxumağı nəyi? Təsiri hal şəkilçisi də oxumağı sözünün üzərində var. Demək, birincini götürürük. İkinci cümləyə baxaq. Vətənimi sevirəm. Vətən im şəkilçisi burada mənsubiyyətdir. Mənim vətənim. I təsiri hal şəkilçisidir. İkincini də götürürük. Doğru cavabımız birinci və ikinci E bəndi. Üçüncüyə baxaq. Vətəni sevməyən, buradakı onun vətəni sevməyən sahib şəxs artıra bilmirik. Demək, üçüncü cümlədəki vətəni sözündə təsiri hal şəkilçisidir. Doğru cavabımız E bəndi. 13. Hansı cümlələrdə mənsubiyyət şəkilçisi qəbul etmiş iki söz işlənmişdir? Birinci cümləyə baxırıq. Vaqifin qardaşı sözündə mənsubiyyət var, onun qardaşı. Kitabını bizə bağışladı, öz kitabı. Burada yenə mənsubiyyət var, iki söz var burada. Demək, birincini götürürük. İkinciyə baxırıq. Vaqifin qardaşı bizə məktəbi göstərdi.
Qardaşı sözü yenə mənsubiyyətdir. Mənsubiyyət şəkilçisi sözdür. Amma məktəbi göstərdi. Nəyi göstərdi? Burada isə təsiriyal şəkilçisidir. İ. Demək, ikincini götürməyəcəyik. Bir sözdə var. 3-ə baxırıq. Vaqifin qardaşı sözündə mənsubiyyət var. Fəxrimizdir, bizim fəxrimizdir. İmiz burada mənsubiyyətdir. 2 sözdə var. 1, 3. Doğru cavabımız B bəndi. Birinci və üçüncü cümlələrdə. 14. Birində birinci şəxsin mənsubiyyət şəkilçisi həm ım, həm də m kimi düşünülə bilər. Biz burada D bəndinə baxırıq. Yazım sözündə iki cür düşünülə bilər. Yaz bahar mənasında olsa, mənim baharım mənasında, mənim yazım mənasında burada mənsubiyyət şəkilçisi olacaq. Bir də yazı ismi var. Yazı isminə artırsa olacaq. Yazı mı şəklində olacaq. Mı təkcə olacaq. Doğru cavab D bəndir. 15. Hansı cümlədə mənsubiyyət şəkilçisi qəbul etmiş iki söz var? A bəndi. İmtahan günü yaxınlaşırdı. Burada bir söz də var. B bəndi. Dağ çayında üzmək çətin idi. Çayında sözündə var, bir söz də var. B bəndi də olmaz. C bəndi. Maşının arxa tərəfində oturmuşdum. Tərəfində sözündə var, bir sözdədir. Bu variantda olmaz. Arzunu mükafatlandıranı alqışladılar. Mükafatlandıranı kimi, burada təsiriyal, arzunu mükafatlandıran kimi. Demək, burada təsiriyaldadır. Bu da olmaz. E bəndi. Alma ağacı sözündə I mənsubiyyətdir. Qurumuş budaqlarını, ağacının budaqları, burada yenə mənsubiyyətdir. Ağacının və budaqlarının sözündə mənsubiyyət şəkilçisi var. Doğru cavab E bəndi. 16. Hansı cümlədə mənsubiyyət şəkilçisi qəbul etmiş iki söz var? A bəndi. Namərdlərin xəyanətinin cəzası böyük olacaq. Burada iki söz var deyir, isim demir. Buna görə hər hansı bir nitq hissəsini götürmək olar. Yəni mənsubiyyətdə olan bir nitq hissəsini götürmək olar. Baxırıq namərdlərin xəyanəti, burada mənsubiyyətli xəyanəti sözündə. Bir də cəzası sözü var, cəzası sözündə də var. Və doğru cavabımız A bəndi. Digərlərinə baxaq. Gözüm səndən su içmir, gözüm sözündə var. Bir sözdədir. C bəndində onun dostluğu bir sözdədir. Qiymətləndirmək gərəkdir. Onun dostluğunu qiymətləndirmək gərəkdir. Bir sözdə var dostluğunu sözündə. D bəndi. Sülhü qorumağı bacarmaq lazımdır. Nəyi? Sülhü təsiriyaldadır. D bəndi də olmaz. Yəni olsaydı da yenə də götürə bilməzdik. Çünki bir sözdə var. Qorumağı sözü var. Nəyi bacarmaq lazımdır? Burada da təsiriyaldadır. Sonra E bəndi. Maldarlığı və taxılçılığı inkişaf etdirməliyik. Nəyi? Maldarlığı, nəyi? Taxılçılığı yenə təsiriyaldadır. Bu da olmaz. Doğru cavabımız A bəndi. 17. Hansı cümlədə həm mənsubiyyət, həm də təsiriyal şəkilçisi qəbul etmiş söz işlənmişdir? Demək, A bəndində biz ədəbiyyat qəzetini müntəzəm alırıq. Qəzeti I mənsubiyyətdir, N təsiriyaldır. Demək, doğru cavabımız A bəndidir. B bəndində xalqı yaxşı tanıyırdı. Onun xalqı yaxşı tanıyırdı və yaxud o xalqı tanıyırdı. Yəni, burada bir şəkilçisi var. Başqa bir şəkilçisi yoxdur. Ona görə B bəndi ola bilməz. C bəndi o əlindəki kitabı vərəqlədi. Əlindəki sözündə öz əlindəki mənsubiyyət var burada. Amma kitabı sözündə demək nəyi vərəqlədi? Təsiriyaldır. Burada ayrı-ayrı sözlərin üzərindədir və bu variantda olmayacaq. D bəndində mən əlimə qələm aldım. Əlimə sözündə bir sözün üzərindədir mənsubiyyət və hal. Amma bizdən təsiri hal istədiyinə görə burada əlimə sözündə yönlü haldadır. Ona görə D bəndi də olmayacaq. Mənsubiyyət olsa da. E bəndi qələmi yaxşı yazırdı. Onun qələmi. Bir dənə mənsubiyyət şəkilçisi var. Hal şəkilçisi yoxdur. E bəndi də olmayacaq. Doğru cavabımız A. 18.
Hansı cümlədə həm mənsubiyyət, həm də təsiri yal şəkilçisi qəbul etmiş söz işlənmişdir? A bəndi uşaqlardan biri bizə tərəf boylanırdı. Burada ayrı-ayrı sözlərin üzərində uşaqlardan hal şəkilçisi, biri mənsubiyyət şəkilçisidir. A bəndi olmaz. B bəndi oxumağı hamımıza xoş gəldi. Oxumağı, onun oxumağı mənsubiyyət, hamımıza mənsubiyyət və yönlük. Bizdən təsirli hal istəyir. B bəndi də olmaz. C bəndi o Koroğlu dastanını oxuyub bitirdi. Dastanı, burada mənsubiyyət, N təsiri yal şəkilçisidir. C bəndi olar. Doğru cavabımız C. D bəndində sədrin özü çıxış etdi. Ayrı-ayrı sözlərin üzərindədir. Sədrin yiyəlik, özü mənsubiyyətdir, amma ayrı-ayrı sözlər üzərindədir. Demək, burada da həm də təsiri halda deyil. Özü mənsubiyyətdir, sədrin yiyəliyidir. Bizdən təsiri halda olan söz istəyir. Həm də eyni sözün üzərində deyil. E bəndi adamların bəzisi ayaq üstə dayanmışdı. Yenə baxırıq, adamların sözündə yiyəliyi var, bəzi sözündə mənsubiyyət var. Təsiri yoxdur. Bir. İkincisi, eyni sözün üzərində olmalıdır. E bəndi də olmayacaq. Doğru cavabımız C. 19. İsimlərdən birində işarələnmiş şəkilçi bütün məqamlarda mənsubiyyət şəkilçisidir. Bəzi sözlərdə, bəzi isimlərdə söz kökünün son saitinin düşməsi qaydası var. Alınma sözlərə saitlə başlayan hal və mənsubiyyət artıranda hər iki məqamda düşmə var. Ona görə şəkilçi haldır yoxsa mənsubiyyət şəkilçisidir bilmirik. Çünki hər iki məqamda söz kökünün saiti düşəcək. Amma milli sözlərdə mənsubiyyət artırılanda kökün son saiti düşür, hal artıranda düşmür. A bəndi alınma, D bəndi alınma, sinfi, zehni. Sonra C bəndi şəklin sözü alınma. E bəndi ömrün sözü alınma. Qaldı B bəndi milli. Demək, bütün məqamlarda mənsubiyyət şəkilçisidir. Çünki burada sait düşübsə, demək ki, un şəkilçisi mənsubiyyət şəkilçisidir. Əgər hal olsaydı, düşmə olmazdı. Ona görə B bəndi doğru cavabımızdır. 20. İsimlərdən birində işarələnmiş şəkilçi bütün məqamlarda mənsubiyyət şəkilçisidir. Yenə milli sözü axtarmalıyıq. Çünki alınma sözlərə saitlə başlayan hal şəkilçisi də artıranda düşür, mənsubiyyət də artıranda düşür. Ona görə dəqiq bilmirik ki, bu şəkilçilər haldır, yoxsa mənsubiyyətdir. A bəndi alınma, D bəndi alınma, B bəndi alınma, C bəndi alınma, E bəndi milli sözdür, C-nin sözü. Ömrü, nəslin, fikri, səbrin sözləri alınma sözlərdir. Həm mənsubiyyət şəkilçisi kimi, həm də uyğun olaraq təsiri yal və yaxud yiyəli hal kimi digərlərini götürə bilərik. Məsələn, ömrü sözü təsiri kimi də götürə bilərik mənsubiyyətlər. Nəslin sözünün yiyəlik və yaxud mənsubiyyət, fikri sözü təsiri və yaxud mənsubiyyət, səbrin sözü yiyəlik və yaxud mənsubiyyət kimi götürə bilərik. Amma C-nin sözündə sait düşdüyünə görə, demək ki, buradakı in şəkilçisi mənsubiyyətdir. Doğru cavab E. 21. Cümlələrin birində mənsubiyyət şəkilçili isim şəxsinə görə fərqlənir. A bəndində şagirdin kitabı, burada üçüncü şəxsin təkinin mənsubiyyətidir. B bəndində ayağı var, qaça bilmir, qanadı var, uça bilmir. Burada nəyi var? Ayağı, nəyi var? Qanadı deyə bilmərik. Burada demək olacaq I şəkilçiləri üçüncü şəxsin təkinin mənsubiyyəti. A bəndi olmaz, B bəndi olmaz. Niyə? Hər ikisində üçüncü şəxsin təkinin mənsubiyyəti var. Şəxs olaraq üçüncü şəxsdir. Amma C bəndinə baxsaq, məqsədimiz, bizim məqsədimiz, onda bu birinci şəxsin cəmindədir. Şəxsə görə digərlərindən fərqləndir. Ən azı ikisindən fərqlənirsə, doğru cavab C bəndidir. Digərlərinə də baxaq. Avtomobilin təkəri üçüncü şəxsdir. E bəndində şagirdlərin maraq dolu baxışları üçüncü şəxsdir. Bu da olmayacaq. Demək, digərləri üçüncü şəxsdir, C bəndi isə birinci şəxsdir. Şəxsinə görə fərqlənən C bəndi oldu.
22. Hansı cümlədə altından xətt çəkilmiş mənsubiyyət şəkilçili ismi iki şəxsə düşünmək olar? A bəndi sualları bir şəxsə düşünəcəyik. B bəndi yaradıcılığı bir şəxsə düşünəcəyik. C bəndi C bəndinə arzumuz bir şəxsə düşünəcəyik. D bəndi eviniz bir şəxsə düşünəcəyik. E bəndi kitabını iki şəxsə düşünə bilərik. Sənin kitabını, onun kitabını cümləyə baxaq. Dostum kitabını dünən evə aparıb. Dostum sənin kitabını dünən evə aparıb. Dostum onun kitabını dünən evə aparıb. İki şəxsə düşünə bilərik. Doğru cavab E bəndi. 23. Hansı cümlədə yol ismi mənsubiyyət şəkilçisi qəbul etməmişdir? A bəndi avtomobil yolları sözü mənsubluq bildirir. A bəndi olmaz. B bəndi yolu xeyli vaxtı buradan düşmürdü. Onun yolu. Bu burada mənsubiyyətdir. B bəndi olmaz. C bəndi həyat yolu mənsubluq bildirir. Onun yolu. C bəndi də olmaz. D bəndi 2 ildir ki, sel yolu dağıdıb. Nəyi? Yolu. Burada təsirli haldadır. D bəndi doğru cavabımızdır. Mənsubiyyəti yoxdur. E bəndi mənim yolum sözündə mənsubiyyətdir. E bəndi olmaz. 24. Hansı cümlədə mənsubiyyət şəkilçisi qəbul etmiş isim adlıq haldadır? Sonanın xalçası sözü mənsubiyyət şəkilçisidir və adlıq haldadır. Nə sonra cavab verəcək? Doğru cavab A bəndi. B bəndində dostlarımıza sözü mənsubiyyət şəkilçisidir, yönlük haldadır. C bəndi həyətlərində mənsubiyyət şəkilçisidir, yerli haldadır. D bəndində əşyaların hamısında isim soruşur burada. Hamısında sözün əvəzliyidir. Amma usta məharəti sözü var burada. Məharəti sözündə mənsubiyyət var, amma təsiri haldadır, qeyri-müəyyən. Məharətini görürdüm. D bəndi də olmaz. E bəndi bu otaqda dərs ləvazimatları saxlayırdılar. Ləvazimatları sözü mənsubiyyətdədir, amma bu da təsiri haldadır, qeyri-müəyyən təsiri. Ləvazimatlarını saxlayırdılar. Doğru cavab A. 25. Hansı cümlədə mənsubiyyət şəkilçisi qəbul etmiş isim adlıq haldadır? Ağaməcid ağlayan kimi qohumları tökülüb gəlmişdi. Onun qohumları. Kim? Onun qohumları. Qohumları sözü burada mənsubiyyət şəkilçilidir və adlıq haldadır. Doğru cavab A bəndi. Ayağının sözü var, mənsubiyyətdədir, təsiri haldadır. B bəndində olmaz. Sonra isim soruşur. Baxaq C bəndinə. Onların çoxu burada mənsubiyyətdir, amma çoxu sözü saydı olmaz. D bəndi cənnət anaların ayaqları altındadır, ayaqlarının altındadır. Ayaqları sözü mənsubiyyətdədir, olmaz. Altındadır sözündə də burada yeri haldadır. Buna da baxmaq lazım deyil. D bəndi də olmaz. E bəndi birazdan kəndin kənarında. Burada da yerli hal var. Tüfəng səsi var burada. Səsini eşitdim. Qeyri-müəyyən təsirlidir. Bu bizi çaşdıra bilər. Bu da təsiri olduğuna görə götürmürük. Doğru cavab A bəndi. 26. Doğru olmayan fikri müəyyən edin. A bəndi. İsim bütün cümlə üzvü vəzifəsində çıxış edə bilər. Doğru fikirdir. Bütün əsasın hissələri bütün cümlə üzvü vəzifəsində çıxış edə bilər. Doğru olmayan istəyir bizdən. B bəndi. Kitabı sözünü yerinə görə ismin iki halında işlənən söz kimi düşünmək olar. Kitabı sözünü iki halda düşünə bilərik. Əgər I şəkilçisini mənsubiyyət şəkilçisi kimi qəbul etsək, adlı hal kimi qəbul etmək olar. Mənsubiyyət kimi qəbul etməsək, təsiri hal şəkilçisi kimi qəbul etmək olar. Bu da doğru fikirdir. C bəndi birinci və ikinci şəxslərdə mənsubiyyət şəkilçisi yalnız insana aiddir. Bu da doğru fikirdir. D bəndi mənsubiyyət şəkilçili sözlər işlənmiş cümlələrdə hökmən yiyəlik hallı söz işlənməlidir. Vacib deyil ki, işlənsin. D bəndi yanlış fikirdir. Məsələn, mənim kitabımı gətirdi. Mənim yiyəlik haldadır. Yiyəlik halsız da işlədə bilərik. Kitabımı gətirdi.
E bəndi şəxs əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etmir. Doğrudur. Hal qəbul edir, amma mənsubiyyət qəbul etmir. 27. Mənsubiyyət şəkilçisi, xəbərlik şəkilçisi. Sual işarəsinin yerinə uyğun gələn fikirləri müəyyən edin. Yəni, burada Eyler-Venn diaqramı var və ortaq xüsusiyyət kimi mənsubiyyət şəkilçisinin, xəbərlik şəkilçisinin ortaq cəhətini yazmalıyıq. Çünki sual işarəsini ortaya yazıb. 1-ə baxaq. Sözün formasını dəyişir. Bəli, hər ikisi qrammatik şəkilçisi olduğuna görə deyirik ki, sözün formasını dəyişir. 1-lə olmayan variantları çıxırıq. C bəndini çıxırıq, D bəndini çıxırıq, E bəndini çıxırıq. Çünki 1 doğru cavabımızın içərisindədir. Ya A olacaq, ya B olacaq. 2-yə baxaq. Əgər 2 olmasa, demək ki, B bəndi olacaq. Sözün həm formasını, həm də məzmununu dəyişir. Formasını dəyişir, məzmununu dəyişmir. 2 doğru cavab deyil. Demək, doğru cavabımız B olacaq. Digər variantlara da baxaq. İsmin bütün hallarında olan sözlərlə işlənə bilir. Demək, ismin bütün hallarında olan sözlərlə işlənə bilir. Mənsubiyyət işlənə bilər, amma xəbəri işlənə bilməz. Təsirli hal xəbərli şəkilçisi ilə işlənmir. Ortaq sayıla bilməz. 4. Əşyanın hansı şəxsə aid olduğunu bildirir. Mənsubiyyət olar, xəbərli olmaz. 5. Həmişə 4 cür yazılır. Yox, həmişə 4 cür yazılır fikri doğru deyil. Xəbərli şəkilçiləri, am-əm şəkilçisi var. 2 cür yazılır. Sansən, am-əm şəkilçiləri. 6. İsmə aid qrammatik şəkilçilərdir. Bəli, əvvəldə də dedik ki, ismə aid qrammatik şəkilçilərdir. Hər ikisi qrammatikdir və ismə aiddir. 1, 6 doğru cavab B. 28. Mənsubiyyət şəkilçisi ilə işlənmiş sözləri müəyyən edin. 1. Jurnalının, jurnalı sözündə I mənsubiyyətli Molla Nəsrəddin jurnalı. 1-i götürürük. 2. Səhifələrində jurnalının səhifələri. I burada mənsubiyyətdir, 2-ni də götürürük. 3. Dini fanatizmi. Dini sözündəki I leksikdir, 3-ü götürmürük. 4. Fanatizmi nəyi təsiri aldı, götürmürük. 5. Cəhalətin nəticələri, cəhalətin sözü yiyəlikdədir burada, götürmürük. Nəticələri, I burada mənsubiyyətdir, 6-nı götürürük. Doğru cavabımız 1, 2 və 6. 29. Verilən cümlədə işarələnmiş sözlərdən hansılar mənsubiyyət şəkilçisi qəbul etmişdir? Dəyirmançı sözündə leksik şəkilçisi var, qrammatik şəkilçisi yoxdur, çıxırıq. Güllünün yiyəlik haldadır, 2-ni də çıxırıq. 3. Güllünün gözü, Ü burada mənsubiyyətdir, 3-ü götürürük. Gözünün qabağı, I, qabağı sözündə mənsubiyyətdir, götürürük. 5. Ağacın biri, ağacın yiyəlik haldadır, 5-i götürmürük. Birini sözündə birinci I, burada mənsubiyyət şəkilçisidir, 6-nı götürürük. Kəsdi, təsriflənən feildir, burada mənsubiyyət axtarmırıq, 7-ni. Doğru cavabımız 3, 4 və 6. 30. İşarələnmiş sözlərdən hansılar mənsubiyyət şəkilçisi qəbul etmişdir? 1. Hüsnünü sözündə seyr ilə hüsnünü, Durnanın hüsnü, Ü burada mənsubiyyətdir. Sonra Durnanın sözü yiyəlik haldadır, 2-ni çıxırıq, mənsubiyyəti yoxdur. 3. Kəkliyin sonanın, burada da şəkilçilər yiyəlik haldadır, yiyəlik halın şəkilçisidir. 3-lə 4-ü də çıxırıq. Sonra 5-də şəkilçisi var, anamın, anamı oldu, mənim anam, mənsubiyyət, 5-i götürürük. 6. Şairin, yox, şirin layla səsi, layla səsində I mənsubiyyət şəkilçilidir. Demək, doğru cavab oldu 1, 5 və 6. Doğru cavab 1, 5, 6. 31. Nömrələnmiş sözlərin hansında həm mənsubiyyət, həm də hal şəkilçisi işlənmişdir?
Qayalıqda sözündə bir qrammatik şəkilçisi var. Biri götürmürük. 2. Ayağı ı mənsubiyyət, n təsir real. 2-ni götürürük. 3. Maralım mənsubiyyət var, hal yoxdur, götürmürük. Bəsliyim təsdiqlənən feildir, ümumiyyətlə baxmırıq. Gözümün, mənim gözüm, ün mənsubiyyətdir, ün haldır. 5-i götürürük. 6. Aşiqindən, öz aşiqindən. Burada öz aşiqin, bir də dən mənsubiyyət və hal şəkilçisi var. 6-nı da götürürük. Doğru cavabımız 2, 5 və 6. 32. Nömrələnmiş sözlərin hansında həm mənsubiyyət, həm də hal şəkilçisi işlənmişdir? 1. Əzizlərim, cəm və mənsubiyyət var, biri çıxırıq. 2. Qəlbimdə, mənim qəlbim, im, mənsubiyyətdə yerli hal, 2-ni götürürük. 3. Tənələrin cəm və hal var burada, çünki tənələrin ağzındadır, yerli haldır və cəm şəkilçisi var, 3-ü götürmürük. Ağzında, ağzı, ı, mənsubiyyət, da, yerli hal, 4-ü götürürük. 5. Baxışların, burada cəm var, ın da burada yerli haldır, baxışların 6, 5-i də götürmürük. 6-da 6-ı mənsubiyyətdir, da haldır, yerli hal, 6-nı götürürük. Doğru cavabımız 2, 4 və 6. 33. Nümunədə nömrələnmiş sözlərdən hansılar həm hal, həm də mənsubiyyət şəkilçili isimdir? Turalın qolunun, burada baxırıq, Turalın sözündə bir dənə şəkilçisi var. Biri çıxırıq, ümumiyyətlə baxmırıq ona. Qolunun, Turalın qolu, u mənsubiyyət, nun hal şəkilçisidir, 2-ni götürürük. 3. Üstündəki sözündə demək, sifətdir, ümumiyyətlə bir dənə də mənsubiyyət var, onu da çıxırıq. Şahini, bir dənə şəkilçisi var, baxmırıq. 4-də də sonra 5. Meşənin bir dənə şəkilçisi var, 5-ə də baxmırıq. 6. Meşənin yerində i mənsubiyyət, də haldır, 6-nı götürürük. 7. Ağacın üstünə, ağacın sözündəki haldır, mənsubiyyət yox, bir dənə qrammatik şəkilçisi var, onu da baxmırıq. Doğru cavabımız 2 və 6. 34. 34. Nümunədəki nömrələnmiş isimlərdən hansılar həm hal, həm də mənsubiyyət şəkilçili isimdir? Demək, birincidə bir şəkilçisi var, küçənin sözündə, baxmırıq. Girişində küçənin girişi mənsubiyyət, də haldır, yerli hal, 2-ni götürürük. 3. Ümumiyyətlə şəkilçisi yoxdur, götürmürük, baxmırıq. Binasının, zavod binası mənsubiyyət, n hal şəkilçisidir, yerli hal, 4-ü götürürük. Tərəfindəki isim deyir, ümumiyyətlə baxmırıq, tərəfindəki sifətdir. 6. Daxmada bir dənə şəkilçisi var, qrammatik şəkilçisi, ona da baxmırıq. Doğru cavabımız 2 və 4. 2 və 4. 35. Cümləsindəki nümunə, cümləsindəki mənsubiyyət şəkilçili isimləri müəyyən edin. Bilqeyis xanımın özündən kiçik bacısı İstanbulda oxumaq istəyini əmisi oğluna yazdığı məktubunda bildirdi. Rəqəmlə olanlara baxaq. Mənsubiyyət şəkilçili isimləri bizdən istəyir. Demək, xanımın bacısı, xanımın sözündəki yerli haldır, biri çıxırıq. 2. Bizdən burada isim soruşur, özündən sözü isim deyil, əvəzidir, bunu da çıxırıq. 3. Bacısı sözündə mənsubiyyət şəkilçisi var, həm də söz isimdir, 3-ü götürürük. 4. İstəyini, oxumaq istəyi, burada birinci mənsubiyyətdir, 4-ü götürürük. 5. Əmisi, öz əmisi, əmisi sözündə mənsubiyyət var,
isimli götürürük. Əmisi oğlu u mənsubiyyətdir, isimli götürürük. 7 yazdığı fe'li sifətli götürmürük. Doğru cavabımız 3, 4, 5 ve 6. 36. Hansı cümlələrdə mənsubiyyət şəkilçisi qəbul etmiş iki söz işlənmişdir? 1. Cənnət anaların ayaqları altındadır. Anaların ayaqları mənsubiyyət, ayaqları altı mənsubiyyət. İki dənə söz var. Birinci cümləni götürürük. 2. Elin gözü tərəzidir. Gözü sözündə mənsubiyyət var. Amma elin sözündəki in yəli hal şəkilçisidir. 2 söz istəyir. 2 olmadı. 3. Şirin söz can arzusu. Arzu sözündə mənsubiyyət var. Acı söz baş ağrısı. Ağrısı sözündə mənsubiyyət var. 2 söz var. 3'ü götürürük. 4. Yarışın qalibi kimi bayrağı Firudun qaldırdı. Nəyi? Bayrağı. Burada bayrağı sözündə təsiri yal şəkilçisidir. Şəkilçi. Qalibi sözündə bir dənəsi var. Ona görə 4'ü də götürmürük. Doğru cavab 1, 3. 1, 3. 37. Hansı cümlələrdə eyni sözdə həm mənsubiyyət, həm də təsiri yal şəkilçisi var? Birinci cümləyə baxaq. Ana son məktubunu yazdı. Öz məktubu u. Mənsubiyyət nu təsirlik. 1'i götürürük. 2. El qədrini bilənlər ömrünü bada verməz. Öz ömrü, bir də ömrünü təsiri yal. Öz ömrü ü mənsubiyyət, nü təsirlik. 2'ni də götürürük. 3. Elin sözü əvvəl-axır düz olar. Burada hər elin sözündə bir şəkilçi, sözündə bir şəkilçi. Burada eyni sözdə olmalıdır. Həm mənsubiyyət, həm təsiri, həm də elin sözü yəlidir. Baxmırıq buna. 4. Həyatın mənası faydalı iş görməkdir. Həyatın yəli mənası mənsubiyyət, həm də eyni sözdə olmalıdır. Hərəsində bir şəkilçi var. Buna da baxmırıq. Doğru cavabımız 1, 2. 38. Verilmiş nümunədə mənsubiyyət şəkilçili isimləri müəyyən edin. İsimləridir. 1. Yüksəlişin sevdasındayam. Yüksəlişin yəlidir. 1'i götürmürük. 1'i çıxırıq. Sevdası sözü var. 2 mənsubiyyətdədir. Onu götürürük. Sonra siniflər döyüşü. Siniflər burada yəlidir. 3'ü götürmürük. Döyüşü sözü mənsubluq bildirir. 4'ü götürürük. Sonra dünyasındayam. Dünyası burada mənsubiyyətdir. 5'i götürürük. 6. İnsanı zəhməti qiymətləndirən. Kimi qiymətləndirən insanı, nəyi qiymətləndirən zəhməti. Zəhməti sözü təsiri yaldadır. 6'nı götürmürük. Bir də 7 var burada. Yaxşı adamların sırası. Sı burada mənsubiyyətdir. Sı bitişdirici. 7'ni də götürürük. Doğru cavabımız 2, 4, 5, bir də 7.